Akıl Baktası kanalında size hoş geldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Bu gecənin hekayəsi Qızılca. Əziz balalar, o illərdə hər yerdə olduğu kimi Zeynəb bacının yaşadığı yerdə də səhiyyə çox inkişaf etməmişdi. Ona görə də insanlar tez-tez sağlamlıq baxımından əziyyət çəkirdilər. Xüsusilə də məktəb yaşlı uşaqlar arasında yoluxucu xəstəliklər çox yayılırdı. Təəssüf ki, Zeynəb bacı da elə 1-ci sinifdə oxuyarkən Qızılca xəstəliyinə tutuldu. Onun qızdırması çox yüksək idi. Balaca bədənini xırda qızartılar bürümüşdü. Evdə istifadə etdikləri sadə dərmanların heç bir təsiri olmurdu. Onların yaşadıkları yerdəki tibb məntəqəsi evlərindən xeyli aralı idi. Anası Kübra xanım Zeynəbi həkimə aparmaq istəyirdi. Lakin o xəstəlikdən həddən artıq zəifləmişdi. Bədənində taqəti qalmamışdı. Anası onu yun adyala büküb, qucağında aparmağı düşünürdü. Ana hazırlaşarkən gözlərinə inana bilmədi. Gördü ki, Zeynəb ondan qabaq geyinib, hazır vəziyyətdə durub onu gözləyir. Balaca Zeynəb o qədər qətiyyətli idi ki, uşaqlıqdan heç kimə yük olmaq istəmirdi. Hətta xəstə olarkən belə. O, zəif olsa da var gücü ilə addımlamağa çalışırdı. Nəhayət, onlar çətinliklə tibb məntəqəsinə çatdılar. Həkim onu müayinə etdikdən sonra müalicə üçün iynə yazdı. Zeynəb bacı ağrılara qarşı çox dözümlü bir uşaq idi. İynə vurularkən o heç səsini çıxarmadı. Sadəcə başını anasının dizinə qoyub sakitcə gözlədi. Həkim Zeynəbə tam istirahət yazdı və ona yalnız yüngül qidalar, xüsusən də sulu yeməklər yeməyi məsləhət gördü. Zeynəb bacı elə üzü yola, sözə baxan bir uşaq idi ki, anası onun dərmanlarını vaxtında qəbul edib etməyəcəyindən qətiyyən narahat deyildi. O xoş xasiyyətliyinə görə hər kəsin sevgisini qazanmışdı. Sanki Zeynəb bacının qəlbi saf qızıl idi. Nadinclik, paxıllıq, lovğalıq və bütün bəyənilməyən xislətlər onun qəlbinə heç vaxt yol tapa bilməmişdi. O sadəcə sevgi və yaxşılıqdan ibarət idi. Bütün bacı qardaşlarını çox sevir, qonşularla, dostları ilə çox gözəl münasibət qururdu. Hamı da onu çox sevir və əzizləyirdi. Bəli, əziz balalar, Zeynəb bacının bu əhvalatından 2 mühüm dərs aldıq. Birincisi, dözümlü olmaq. Zeynəb bacı xəstə idi, iynədən qorxmalı idi. Amma dözdü və heç kimə yük olmamağa çalışdı. Həyatda ağrı və çətinliklər olanda, məsələn, diş həkimi qorxusu və ya çətin bir dərs tapşırığı gələndə, siz də Zeynəb bacı kimi dözümlü olun. Unutmayın ki, çətinliklər tez keçir, amma dözümlülük sizi gücləndirir. İkinci dərsi isə gözəl əxlaq. Zeynəb bacı lovğalıq, paxıllıq, nadinclik nə olduğunu bilmirdi.
O sadəcə sevirdi və sevilirdi. Siz də pis xislətləri qəlbinizə yaxın buraxmayın. Bilin ki, əsl dostları və sevgini qazanmağın yeganə yolu mehriban, səmimi və təvazökar olmaqdır. Əziz balalarım, nağılımız barəsində şəkil çəkib bizə göndərməyi unutmayın.